Gözəlim Azərbaycanda cəngəllik qaydaları hər gün biraz da möhkəmləndirilir ki, adamlar meşəyə insan gəlişindən dolayı təəccüb və heyrətlərini adiləşdirməsinlər. Cəngəllik qanunları demədim, çünki cəngəllikdə qanun olmaz. Varmı Azərbaycanda qanun? Yoxdur əlbəttə. Yazılanlar da avara ifadələrin praktik əhəmiyyəti olmayan yığınından başqa bir şey deyil. Bunu qəsdən belə eləyiblər. Qanun olmasın və insanlar qanunların onlar üçün yazıldığını ümumiyyətlə xəyallarına da gətirməsinlər. Qanunların olmamasının adiləşdiyi toplumlarda alternativ təsəvvürlər də çox bəsidləşir. Bəzən cılızlaşır, bəzən heyvani məzmun alır, bəzən ümumiyyətlə təsəvvür edilmir. Bu yaxınlarda sizə Azərbaycan cəmiyyətində adiləşdirməyə çalışdıqları bir təəssürat haqqında danışacağam və yazacağam. Bunlar getsə kim gələcək və ya bunların yerinə də gələnlər də rüşvət və korrupsiya ilə uğraşacaqlar təəssüratıdır. Olduqca zərərli və iyrənc baxışlardır ki, bunu darmadağın etmək üçün daşdan keçən argumentlər var, adidən adi həqiqətlər kimi. Amma indi İlham Əliyevin öz alternativləri ilə davranışlarından bir epizodu danışacağım. Daha doğrusu danışılan, təsvir edilən münasibətləri deyəcəm. Bu, Profesor Cəmil Həsənlinin dəyərləndirməsidir. Son 8-9 ay ərzində Azərbaycan hakimiyyəti Xalq Cəbhəsinin sədri Əli Kərimlini öz maşını ilə müxtəlif tədbirlərə aparan və onu müşayiət edən 11 nəfər fəal cəbhəçini həbs edib. 3 gün əvvəl sonuncu həbs edilən cəbhənin Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevdir. Noyabrın 12-sində biz Milli Şuranın toplantısını keçirməliydik, lakin Əli Kərimli gəlib çıxmadı. Az sonra məlum oldu ki, onu öz maşını ilə toplantıya gətirəcək Faiq bəy Nağıyev saat 11-də evindən çıxsa da telefonu bağlanıb və ondan xəbər yoxdur. Az sonra da öyrəndik ki, Faiq bəy öz evindən Əli Kərimlinin evinə gələrkən küçədə polis tərəfindən uğurlanıb. Məsələ sosial şəbəkəyə çıxdıqdan sonra məlum oldu ki, güya İnzibati Xətalar Məcəlləsini pozduğuna görə Faiq bəy bir ay müddətinə inzibati qaydada həbs edilib. Amma bu saxta pozuntunun nədən ibarət olduğu bugünə qədər də aydın deyil. Şübhəsiz ki, belə qanunsuz həbslər 20 ildir xarici pasportu heç bir hüquqi əsas olmadan, hətta Avropa Məhkəməsinin bu qanunsuzluqla bağlı qərarı olsa da müsadirə edilmiş cəbhə sədri Əli Kərimliyə qarşı dövlətin resursları səfərbər edilməklə aparılan mübarizənin tərkib hissəsidir. Hələ bu ilin mart ayında Əli bəyin köməkçiləri, AXCP üzvləri Kənan Baskal, Novruz Tağıyev və ictimai əsaslarla mühafizəçisi Elnur Quliyevin qardaşı Rahil Quliyev tamamilə saxta cinayət ittihamı ilə həbs ediliblər. Güya ki, Kənan Baskal kimi Qarabağ qazisi dünyanın ən saf, ən dürüst, ən təmiz adamı kimisə bıçaqlayıb. Amma ortada nə bıçaqlanan var, nə də bıçaq var. Eyni ssenari ilə bir müddət əvvəl cəbhəçi Əli Zamin Salayev də həbs edilib. Novruz Tağıyev də ev alqı-satqısına görə böhtanla tutulub. Hansısa bir dırnaq arası alıcı ev almaq üçün ev satanın kartına 1000 manat beh atıb, yəni Novruz bəy adamdan beh belə almayıb. Amma adam hələ almadığı evə görə polisə şikayət edib ki, güya Novruz Tağıyevə 70.000 manat pul verib. Əvvəla adamdan beh belə almayan Novruz bəy ev sahibi olmaya bundan niyə 70.000 manat pul almalıdır? İkincisi, hələ almadığı evə görə alıcı 70.000 manatı niyə ev sahibinə yox, sənədsiz, subutsuz Novruz bəyə verməli idi? Eyni ssenari üzrə bir müddət əvvəl cəbhə fəalı İlham Əliyev də həbs edilmişdi. Yəni, məqsəd qurama, saxta, ssenariləşdirilmiş ittihamlarla Əli Kərimlinin ətrafını budamaqdır. Faiq bəydən daha öncə son aylarda öz maşınları ilə Əli Kərimliyə yardım göstərmiş AXCP fəalları Fərid Quliyev, Vəlişan Həsənov, Zavur Zalı, Rəşad Əliyev, Asim Əli, Elnur Quliyev, Rahil Quliyev ki hazırda həbsdədir və Kənan İsmailov da küçədən uğurlanaraq 30 tutka müddətinə inzibati qaydada həbs edilmişdilər.
Bu həbslər bilavasitə İlham Əliyevin göstərişi ilə həyata keçirilir. Əks təqdirdə son 8-9 ay ərzində sürücü və köməkçi adı ilə Əli Kərimlinin yaxın ətrafından 11 nəfər cəbhə fəalı saxta ittihamlarla niyə həbs edilsin ki?